Sobalar qazla yanır, yoxsa odunla yanır? Bu sobalar həm qazla yanır, həm odunla yanır. İstəsəz odun, qaz da qoşa bilərsiniz. Sırf ancaq odun üçün nəzərdə tutulub. Ha, bu soba sırf odun üçün Bəli, nəzərdə bəli, sırf odun tutulmuşdur. üçün. Kimə də yəni burada istifadə olunan materiallar lazımdırsa, bu materialları bizim mağazada satışdadır. Hazırlayan usta da Ədalət usta idi. Müştərilər bəzən bizi usta zənn edib bizdən ümumi qiymət soruşurlar. Ümumi qiymət deyə bilmirik. Çünki ölçüyə görə, formaya görə qiymət dəyişir. Yəni bu işin işçiliyi ustaya aid olan bir məsələdir. Bizdə yalnız material satışıdır. Bizim sizə qiymət deməyimiz üçün mütləq şəkildə bizdə bir siyahı olmalıdır, material siyahısı olmalıdır. Əgər bu sobanı tikə biləcək ustanız varsa, ustamızın yazdığı siyahını göndərə bilərsiniz. Biz sizə qiymətləri yazıb göndərə bilərik. Yox, ümumiyyətlə sizin bu işi görəcək ustanız yoxsa, bu işi sıfırdan görmək istəyirsinizsə, Ədalət ustanın nömrəsini verə bilərik sizə. Ölçünü deyə bilərsiniz, formanı deyə bilərsiniz. Usta da ona uyğun sizə öz zəhmət haqqını deyəcək və hansı materiallar getdiyini yazıb siyahı şəklində sizə göndərəcək. Biz də o siyahıya uyğun sizə qiymətləri yazıb göndərəcəyik. Artıq o işi daha sonra görüb gördürtdürməmək sizin şəxsi işinizdir. Amma mütləq şəkildə birinci növbədə bir siyahı olmalıdır ki, sizin belə deyək, görmək istədiyiniz işin material qiyməti nə tutur, onu bilməyimiz üçün. Aşağıda əlaqə nömrəmiz qeyd olunub. Mağazamız da Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksidir. MTK-nın sonuncu binası bitən kimi sağ tərəfdə Taxta Bazardır. Biz də o bazarın içərisində fəaliyyət göstəririk. Kimə maraqlıdırsa, zəng edə və WhatsApp yazıb öz sifarişlərini verə bilər.